Salam uşaqlar, növbəti 30 sualın izahını göndərirəm. Bu suallar nisbətən asan suallardır. Birinci sual, top meydançada diyirlənərək dayandı. Topun dayanmasına səbəb olan qüvvə hansıdır? Təbii ki, sürtünmə qüvvəsi. Bilirik ki, sürtünmə qüvvəsi həmişə cisimlərin hərəkət istiqamətinin əksinə yönəlir. Cisim irəli gedirsə, sürtünmə qüvvəsi onu geriyə çəkir. Geri gedirsə irəli çəkir. Ona görə də topun dayanmasına səbəb sürtünmə qüvvəsi olar. İkinci sual, qüvvə ilə bağlı hansı fikir doğrudur? Cismə bir neçə qüvvə təsir edə bilər. Bəli, A variantı olacaq. O birisilərə baxaq. Tarazlaşan qüvvələr yox olur. Xeyr. Cisimlərin sürətini qüvvə həmişə artırır. Xeyr. Azaldan vaxtlarda olur. Hər zaman istiqamətini dəyişir. Xeyr. Üçüncü sual, əli hovuzun dibindəki daşı yalnızca suyun səthinə qədər qaldıra bilir. Suyun səthindən yuxarı qaldırarkən daş sanki ağırlaşır. Bunun səbəbi nə ola bilər? Uşaqlar, hovuzun dibində daş var və əli onu hovuzun dibindən suyun səthinə çıxarmağa çalışarkən onu daha rahat çıxara bilir, yəni asanlıqla çıxardır. Səbəbi isə odur ki, hovuzun dibində olan daşı əli qaldırarkən həmin daşı aşağıya çəkən ağırlıq qüvvəsi təsir edir həmin daşa və həmçinin həmin daşı yuxarıya itələyən Arximed qüvvəsi eyni zamanda ona təsir edir. Əli də daşı yuxarıya qaldırmağa çalışdığı üçün daşa təsir edən suyun itələmə qüvvəsi, yəni Arximed qüvvəsi sanki əlinin daşı yuxarı qaldırmasına, sanki yox, elə kömək edir. Əlinin yuxarı qaldırmasına kömək edir. Ona görə də daşı hovuzun dibindən suyun səthinə qaldırmaq daha asan olur. Lakin daş suyun səthinə gəldikdə əli onu yuxarı qaldırarkən ona görə çətinlik çəkir ki, artıq bu zaman ona daş suda olmadığı üçün Arximed qüvvəsi təsir etmir, onu aşağı çəkən ağırlıq qüvvəsi yalnızca təsir edir. Və onu yuxarı itələyən Arximed qüvvəsi artıq olmadığı üçün əli daşı yuxarı qaldırarkən çətinlik çəkir. Növbəti suallara keçək. Avtomobilin işçi detallarını vaxtaşırı yağlamaq nə üçün lazımdır? Təbii ki, sürtünmə qüvvəsini azaltmaq üçün ki, detallar yaxşı işləsin. Qüvvənin vahidi Newtondur, bilirsiniz. Sürtünmə qüvvəsinin təsiri kəsilməzsə, onun sürəti, cismin sürəti azalar. Çünki demişik ki, sürtünmə qüvvəsi həmişə cismin hərəkətinin əksinə yönələn qüvvədir. Cisim irəli gedirsə, onu geri dartır, geri gedirsə, irəli dartır. Sonra növbəti suala keçək. Ürək döyüntüsünə görə damar divarlarının ritmik olaraq hərəkəti, yəni dalğalanması təbii ki, nəbz adlanır. Demişdik ki, ürək yığılır, qanı damarlara qovur, naporla, təzyiqlə damarlara daxil olan qan damar divarının dalğalanmasına səbəb olur və bu dalğalanmanı da biz biləyimizdə və bədənimizin müəyyən hissələrində hiss edirik ki, nəbz adlanır bu da. İnsan ürəyi neçə kameralıdır? 4, bunu bilirsiniz. Qanı ürəkdən çıxaran damar arteriyadır. Qan lövhəcikləri qanın laxtalanmasını yerinə yetirir, qanaxmanı dayandırır. Növbəti suala keçək. 11-ci sual. Tənəffüs zamanı qana 200 kub santimetr oksigen qazı daxil olmuşdursa, neçə tənəffüs hərəkəti baş vermişdir? Hər tənəffüs hərəkəti zamanı ağciyərə 500 kub santimetr hava daxil olur. Uşaqlar, burada deyir ki, bir tənəffüs hərəkəti zamanı 500 kub santimetr hava daxil olur ağciyərlərə. Amma bilirik ki, bu havanın hamısı oksigen deyil. Demişdik ki, nəfəs aldığımız havanın tərkibində 21% oksigen var, nəfəs verdiyimiz havada isə 16% oksigen var. Aradakı fərq nə qədərdir? 5%dir. Yəni, bu 5% hara gedir? Qanımıza keçir. Yəni, 21 alırıq, 16 veririksə, arada itən o 5% bizim qanımıza keçən oksigendir. İndi birinci, biz oksigenin, qanımıza keçən oksigenin faizlə miqdarını bilirik, amma kub santimetrlə miqdarını tapmalıyıq. Əgər bir tənəffüs hərəkəti zamanı ağciyərlərə 500 kub santimetr hava daxil olursa, onun da 5% oksigendirsə, onun 5%-ni taparıq. 500 100-dürsə, x də 5-dir. X bərabərdir. 500-ü 5-ə vurub 100-ə bölsək, edər 25 kub santimetr. Deməli, insan bir tənəffüs hərəkəti edərkən onun qanına 25 kub santimetr
oksigen daxil olur. İndi bizdən soruşur ki, bəs 200 kub santimetr oksigen daxil olsa insan nə qədər tənəffüs hərəkət edər? Deməli, yazırıq yenə tənasüblə. Bir tənəffüs hərəkətində 25 kub santimetr daxil olursa, x tənəffüs hərəkətində də 200 kub santimetr daxil olar. Burada da x-i tapsaq, 200-ü 1-ə vurub 25-ə bölsək, cavabımız edir 8 D variantı. Növbəti suala baxaq. Biri zəhərli göbələkdir. Şampinyon, yağlı göbələk, yeməli tülkü qulağı bunlar yeməli göbələklərdir. Solğun əzvay zəhərli göbələklərdir. Papaqlı göbələklərin borcuqlarında və lövhəciklərində əmələ gəlir sporlar, bunu bilirsiniz. Bakteriyaların səbəb olduğu xəstəlik vərəmdir. Digərləri qrip, qızılca, covid viruslar törədir. Tütün mozaikası hansı orqanizmlər yoluxdurur? Viruslar yoluxdurur, yox. Əslində törədir olmalıdır burada. Növbəti suala keçək. Əgər A maddəsi 150 dərəcədə əriyirsə, həmin maddə 100 dərəcədə hansı halda olar? Təbii ki, bərk halda. 150-də əriyirsə, 100-də hələ bərk haldadır. 45 kub santimetr həcmi, kütləsi 180 qram olan maddənin sıxlığını hesablayın. Deməli, bizə maddənin həcmini verib V bərabərdir 45 kub santimetrə, kütləsi isə 180 qrama. Bizdən sıxlığı soruşur. P bərabərdir, sual. P bərabərdir, bilirik düsturumuzu, M bölünsün V. Düsturda yerinə qoysaq rəqəmləri 180 bölünsün 45. 180-i də 45-ə bölsək, cavabımız edər 4 qram bölünsün kub santimetr. Növbəti sualımıza keçək. Dövrə elementlərini enerji mənbəyi ilə birləşdirən naqildir. Bunu bilirsiniz. Səsin gürlüğü desibelinə işarə olunur. Səsi eşitməyimiz hansı orqanın rəqsi hərəkəti nəticəsində mümkündür? Qulaq pərdəsi. Elektrik cəryanını keçirən materiallara keçiricilər və ya naqillər deyilir. Səs mənbəyinin 1 saniyədəki rəqsi hərəkətlərinin sayı tezlikdir. Aşağıdakılardan hansı saf maddədir? Təbii ki, oksigendir. Neft, təbii qaz, hava qarışıq maddələrdir. Növbəti suala baxaq. Aşağıdakılardan hansında və ya hansılarda maddə daşınması baş verir? Konveksiyadır cavabımız, B variantı. Verilənlərdən hansı və ya hansılar fosil yanacaq deyil? Günəş. Fosil yanacaqlara neft, qaz, daş kömürü aiddir. Günəş aid deyil. Yerin peyki aydır. 27-ci suala baxaq. Fəsillərdən asılı olaraq hava şəraitinin dəyişməsi hansı prosesi sürətləndirir? Təbii ki, aşınmanı. Yadınızdadırsa demişdik ki, temperatur fərqlərinin, gecə-gündüz temperatur fərqinin yaranması, yağıntıların miqdarı, bunlar hamısı aşınma prosesinə təsir göstərirdi. Aşağıdakılardan hansı maddənin fiziki xassəsinə aid deyil? Yanma, sıxlıq, ərimə, qaynama aiddir. 29-cu suala baxaq. Atmosferi çirkləndirən insan fəaliyyətlərini seçin. Uşaqlar, sualları diqqətlə oxumaq lazımdır. Buradakı sadalananların hamısı atmosferi çirkləndirir. Amma bizdən insan fəaliyyəti nəticəsində atmosferi çirkləndirənləri seçməyimizi istəyir. Deməli, məişət tullantılarının yandırılması, təbii ki, bunu biz eləyirik. Toz burulğanları təbiətdə baş verir. Bunun bizə aidiyyatı yoxdur. Meşə yanğınları da çox vaxt təbiətdə baş verir. Əgər biz yandırmışıqsa, bəli, bizə aid olar. Amma təbii götürülür. Avtomobillərin hərəkəti bizə aiddir. Biz edirik. Vulkan püskürməsi təbii prosesdir. Biz etmirik. Sənaye müəssisələri bizim fəaliyyətimizin nəticəsidir. Cavab olacaq 1, 4, 6 A variantı. 30-cu sual tənəffüs sistemini təşkil edən orqanlara aiddir. Gördüyünüz kimi sadalanan orqanların hamısı həzm sistemi orqanlarıdır. Bir dənə B variantından başqa.